Salam. Belə fikirləşdim ki, yəni mən enerjilərdən danışıram. Ən çox da mən fitness məşqçiyəm. Buradan xanımlar üçün də istəyirəm ki, maraqlı nəsə danışım. Ümumiyyətlə mən fikir verirəm ki, xanımların çoxu yəni həyata küskün yaşayır. Kişilərə küskün yaşayır. Yəni öz həyatını elə bil ki, kişi üzərində qurmaq istəyir. Bütün arzularını, həyatına sevgini istəyir ki, buna kimsə yəni versin. O belə onun ki enerjisi çox aşağı olduğuna görə, çox qıtlıq içindədir xanım. Ona görə də xanımlar, siz hər dəfə pis olanda ki, niyə bu kişi xeylağı məni aldatdı, niyə bu mənə belə mən istədim, filan şey bu mənim üçün etmədi. Yəni o kişidə problem yoxdur. Problem sizdədir. Siz çox aşağı enerjidəsiniz, həddindən artıq, qıtlıq enerjisindəsiniz. Yəni o da hər tərəfə mesaj ötürür ki, mən qıtlıq enerjisindəyəm. Hələ enerjili də kişilər gəlir sizi tapır. İstədiyinizi etmir. Çünki siz heç özünüz üçün heç nə etmirsiniz. Yəni elementar özünüzü sevmirsiniz. Elementar özünüz üçün səhər tezdən durub səhər yeməyi hazırlamaq istəmirsiniz. Yəni bu elementar olan bir şeylərdir. Siz hətta bəzənməyi də istəmirsiniz. Hətta çoxunuz deyirsiniz ki, bu nə həyatdır, belə həyat maraqlı deyil, mənim sevgilim yoxdur, mən yaşamaq istəmirəm. Yəni bu biraz gülməli və absurddur. Əgər siz xoşbəxt olmaq istəyirsinizsə, birinci özünüzdən başlayın. Ən əsas özünüzü sevin. Özünüzə qiymət verin. Siz özünüzü sevəndən sonra, özünüzə qiymət verəndən sonra inanın, kainata mesaj gedəcək ki, siz hazırsınız. Sizə uyğun bəy gələcək sizin həyatınızda, hər şeydə əla olacaq. Necə deyərlər, əsas özünüzü işləmək lazımdır. Bir də burada bəzi xanımlara çatdırmaq istəyirəm ki, özünüzü kiməsə görə, hansısa bir bəyə görə, yəni üstünüzə belə qoymayın. Həyat davam edir. Enerjinizi artırın və qəhvədən biraz özünüz üçün düzəldirsiniz. Düzdür, bu boş enerjidir, bu anlıqdır. Amma bunda da nəsə var. Sizinlə bir yerdə. Xoşbəxt olun.